Nok. Niyə? Bir tibbi açıqlama ver. Deməli ilk dəfə. Kaset taxmayan pasiyentlər. Sizə suallar verəcəyik. Razısınızsa ok, razı deyilsinizsə nok deyirsiniz. Ok. Birinci sual. Pasiyentin eyni sualları təkrar verməsi. Nok. Pasiyentin YouTube-dan baxıb ağrılara qarşı idman hərəkətləri etməsi. YouTube-da bəzi maraqlı videolar ola bilər, amma ümumi götürdüyümüzdə xəstə özündə nə probleminin olduğunu bilmədiyinə görə nok. Pasiyentin seansa gecikməsi. Nok. Bəs pasiyentin yarım saat tez gəlməsi. Ən sevdiyimiz pasiyentlər həmişə vaxtında gələn pasiyentlərdir. Sosial mediada hər gördüyünü soruşub məsləhətləşməsi. Ok. Evdə verilən tapşırıqların idman məşqlərinin etməməsi. Nok, çünki ev məşqləri mütləq olmalıdır. Müalicədən sonra ağır fiziki iş görməsi. Ən çox dediyimiz mövzu müalicələr bitdikdən sonra xəstə özünü qorumalıdır. Ağır fiziki iş olmaz. Yəni nok. Müalicə üsulunu dəyişib öz bildiyini etməsi. Ən sevdiyimiz. Yəni, ən sevmədiyimiz. Boyun ağrılarına uzun müddət dözməsi. Özə bilirsə, dözsün. Biz də sən bilik yəni. İcazə versəniz də tamamlayın. Estağfurullah. Vermirsənsə sən bitir. Yəni nə deyim? Götürüb alın. Prosta ver doktora mikrofonu. Vermir, əlində tutub vermir. Israrla vermir ki, bunu mən bitirəcəm. Bu mövzunu mən nöqtə qoyacağam. Sumqayıtdan bura qədər gəlmişəm. Bu mövzu burada bitməlidir. 2 saatdan çox qalxmadan bir yerdə oturması. Uzun müddət eyni pozisiyada qalmağı məsləhət görmürük. İstər oturaq, istər ayaqda. Yəni eyni pozisiyada çox qaldığımız zaman onurğada yüklənmə olur. Bu da ağrını artıra bilər. Bizim xeyrimiz üçün yox, əslində sizin xeyriniz üçün nok.